Mən Vüsal Musayev 1979-cu ildə Zərdab rayonunun Gəndəbil kəndində anadan olmuşam. Ailənin son beşik övladıyam. Kənd orta məktəbində təhsil aldım. 97-ci ildə rayon komissarlığı tərəfindən hərbi xidmətə çağırıldım. Ümumi hərbi təlim keçdikdən sonra Qarabağa göndərildim. 702 saylı hərbi hissənin tərkibində Füzuli rayonunda hərbi xidmətimi davam etdirdim. Aktiv müharibə şəraiti olmasa da ermənilər təxribatlar törətməkdə davam edirdilər. Döyüş tapşırıqlarını üzərimə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə çalışırdım. Bir neçə dəfə fəxri fərmanlara layiq görüldüm. 98-ci ilin may ayında Füzuli rayonunun Alxanlı kəndində növbəti döyüş tapşırığını yerinə yetirdiyim zaman düşmən tərəfindən atılan güllə ilə yaralandım. Ayın 8-də torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə yüksəldim. Böyük qardaşım Emin də Qarabağda hərbi xidmət keçmişdir. Qardaşım xidmətini başa vurub doğma kəndimizə qayıtdı. Mənə isə kəndimizə, doğmalarımın yanına qayıtmaq qismət olmadı.